Baxmayın, bəzi adamlar indi ortaya düşüb. Deyir, 1400 il bundan qabaqşı olub, indi biz öz şəhidlərimizi yad eləmədik filan. Sən şəhidimizi ona qarşı niyə qoyursan? O şəhidlər sərvəridir. Onun əqidəsi sərhəd tanımır. O bütün şəhidlərin ağasıdır, sərvəridir, atasıdır. Bütün şəhidləri o qarşılayır. Elə şəhid qədri bilən insanlar, onu tanıyan insanlar olur adətən. Bəziləri də tanımırsa, mən demirəm, heç zaman biz istəməmişik ki, əqidəsinə görə şəhidlərimizi bölək. Bu ən səhv işdir hesab edirəm. Amma bu xalqın mayasında bu var. Xalqın mayasında var. Və bu qəm ki, sənin ürəyində var, bu qəm nələr qazandırır sənə? Bu nə böyüklükdə, böyük bir sərmayədir. Böyük bir neymətdir. Bu neyməti qədrini bilməkdən bəziləri götürüb əlinə baltanı düşüb ki, İmam Hüseynə niyə qəmlənirik? Hansı mövzu olursa, bura gəlirsə, görürsən bir dəstə insan var ki, narahat olur. Amma bilmir ki, bu çox böyük bir fəzilətdir bir xalq üçün.